Onun haqqında görkəmli yazıcı Manav Süleymanov Azərbaycan milyonçuları Hacı Zeynalabdin Tağıyev kitabında yazırdı. Bəxt ulduzu birdən parlayan neftxudalardan biri də milyonçu Seyid Mirbabayev idi. O, milyonçu olduqdan sonra musiqi sahəsindəki fəaliyyətinə son qoyub, toylarda müğənni kimi çıxış etməkdən bir dəfəlik uzaqlaşıb. Milyonçu olduğuna görə xanəndəlik etməyi özünə ar bilib. Daha doğrusu, özünün xanəndə adından utanıb. Çünki var dövləti başından aşıb. Toylarda onu kimlərinsə pul qarşılığında oxutmasını milyonçu adına yaraşdırmayıb. Tarixdə xanəndə kimi qalmaq istəməyib. Hətta bir dəfə buna görə Varşavada ifalarının yer aldığı valları baha qiyməti alaraq yerə çırpıb. Milyonçu Seyid Mirbabayev bir çox məşhur evlərin sahibi olub. O vaxtlardan qubernator evi kimi tanınan məşhur ev də Seyid Mirbabayevin tikdirdiyi mülklərdəndir. Milyonçu həmin evini Rusiya quberniyasının qubernatorluğuna icarəyə verdiyi üçün qubernator evi adlanıb.